Ukraynanın atdığı addımlar, bilirsiniz, bunun yaxşı bir təbliğata da ehtiyacı var da. Rusiya təbliğatına mən baxıram 3-4 gündür. Bunlar bunu belə təqdim eləməyə çalışırlar ki, biz sizə deyirdik axı ki, Ukraynada faşistlər var, Ukraynada nasistlər var, Ukraynada benderlər var. Görürsünüzmü? Onlar 9 mayı özlərinin qələbəsi kimi görmür və 9 may kimi müqəddəs bir bayramı qana bulamaya çalışır. Yəni bu nöqteyi nəzərdən bunun hekayəsi də doğru düzgün qurulmalıdır ki, həm Ukrayna da doğrudan da 9 may Ukrayna xalqı üçün də müqəddəsdir də, ən çox itki verən Sovet xalqlarından biridir. Və müxtəlif məlumatlar var, amma deyilənə o məlumatların ümumiləşdirsək 5-6 milyona yaxın itki verir Ukrayna xalqı, Ukrayna coğrafiyasında yaşayan xalqlar. Onlar üçün də bu müqəddəs bir bayramdır da. Ona görə də burada qızıl ortanı tapmaq lazımdır. Bəlkə də Zelenski və komandasının təbliğat maşını biraz fərqli işləməlidir ki, əksinə desinlər ki, bax indi 9 mayda rollar dəyişib də. Əvvəllər indiki tarixdə, indiki dönəmdə Rusiya özünü Alman faşistləri kimi aparır. Rusiya özünü işğalçı kimi aparır. Rusiya şəhərləri, kəndləri dağıdır, insanları öldürür, işğal etməyə cəhd edir. Bax bu təbliğatda hələ ki zəif qalır Ukrayna və Rusiya təbliğatının əlinə bir arqumentlər verir ki, görürsünüzmü, bu faşistlər 9 mayı həzm etmək istəmirlər. Yəni bu nöqteyi nəzərdən təbliğat işini də gücləndirsələr, Ukraynanın üstünlüyünü ən azından hava məkanında və hava zərbələrində görürük. Hə, təəssüf ki, bu birbaşa Ukraynanın ərazilərini tamamilə işğaldan azad olunmasına gətirib çıxartmır. Bəli, bu faktdır. Yəni döyüş bölgəsində tamam başqa bir situasiya yaranıb və müasir texnologiyalar və dron texnologiyaları o vəziyyətə gətirib ki, təsəvvür eləyin, cəbhə xəttində dərinliyi 20 kilometrdən 50 kilometrlə qədər olan kill zonalar yaranıb. Yəni ölüm zonaları yaranıb. Ora addım atmaq olmur. Yəni dronlar həmən istənilən hərəkətliliyin qarşısını ala bilirlər. Bundan qabaq ki, ordu qabağa gedə bilməsin, minalanmış ərazilər var idi. İndi minalanmış ərazilər keçmişdə qalıb. İndi ucuz, çox belə həddindən artıq ucuz başa gələn texnologiyalarla dronlar var ki, istənilən hərəkətliliyin qarşısını kəsirlər. Yəni Rusiyanın indiki düşdüyü durumda Ukraynanın hava hücumlarında müəyyən üstünlüyü qazanmağını fakt kimi, sevindirici bir fakt kimi söyləmək olar, amma bir daha təkrar edirəm, təəssüf ki, bu Ukraynanın torpaqlarını azad edir. Yəni Ukraynanın işğal altında olan torpaqları azad olunmur. Yəni bu nöqteyi nəzərdən bir strateji hərbi dalana dirənib bu müharibə. Nə Rusiya istədiyini eləyə bilmir, Allah'a şükür, nə də Ukrayna təəssüf ki, öz 91-ci il sərhədlərindən çıxa bilmir. Ona görə bir strateji dalan yaranıb, topik yaranıb və mənə elə gəlir ki, İran məsələsi ilə bağlı müəyyən irəliləyiş əldə olunarsa yaxın zamanlarda, növbəti dəfə diqqət mərkəzində yenə Rusiya-Ukrayna müharibəsi olacaq. Onun müəyyən dərəcədə hansısa bir formada dayandırılması ilə bağlı danışıqlar gedəcək. Bilirsiniz, həm də Rusiya ərazisində ən böyük problemlərdən biri bilirsiniz nədir? Məsələn, indi interneti niyə söndürürlər Rusiyada? Tez-tez internetə qarşı böyük bir səlib yürüyüşünə keçiblər də. Bu tək təhlükəsizlik məsələsi deyil. Aydın məsələdir ki, Rusiyanın ərazisinə uçan dronları mobil rabitə vasitəsilə yönləndirmirlər. Burada Starlinklər var, Sputnik var, onun fake rabitəsi var, onunla yönləndirirlər və bunu da mobil interneti söndürməklə buna heç nəyə nail olmaq olmaz. Mənə elə gəlir ki, bu bəhanədir. Rusiya tərəfi bunu təhlükəsizliklə izah etməyə çalışır, amma bu bəhanədir. Əsas məsələ odur ki, daxildəki biz sizin